Azərbaycan International Robotics Olimpiyadasının qala gecəsi baş tutub, tədbir çərçivəsində yerli və xarici komandalar bir araya gəlib, iştirakçılara mükafatlar təqdim olunub. Bu dəfə iştirakçılar ADA Universitetində bilik və bacarıqlarını nümayiş etdirirlər. 7 müxtəlif kateqoriya üzrə keçirilən olimpiyadada 200-dən çox iştirakçı mübarizə aparır. 9-11 may ADA Universitetində nəzərdə tutulan tədbir 282 iştirakçı, 48 mentor, 150 komanda ilə baş tutacaq. Yarışmamızın baş hakimləri Yaponiya və Rumıniyadan dəvət olunub. Məqsəd istedadlı, yaradıcı və texnologiya ilə nəfəs alan gəncləri bir araya gətirmək, onların inkişafına dəstək olmaq və Azərbaycanın adını beynəlxalq yarışlarda, o cümlədən Yaponiyada qürurla təmsil etməkdir. Təlimçilərin mütəmadi olaraq ixtisas artırma kurslarına yönəldilməsi, dərsliklərin təzələnməsi, yeni metodologiyalara çıxış öz nəticəsini verdi və uğurları, nailiyyətləri AzərRobot Education təhsil mərkəzinin o qədər çox oldu ki, artıq o son nailiyyətindən sonra, Yaponiyadakı gözəl çıxışından sonra belə bir beynəlxalq yarışa ev sahibliyi etməyə hazır olduğunu təsdiq eləyə bildi. Tərəfdaşlar həmçinin bildirdi ki, Aero təkcə yarış deyil, həm də gələcəyin mühəndis və innovatorları üçün bir platformadır. Fidan Səfər, Rəşad Əkbəroğlu, Space xəbər.